Hər kəsənin valideyni ali təhsilli deyil. Ola bilər ki, övladına o istiqaməti verə bilməsin, onu yaxşı bəsləsin, onu yaxşı tərbiyələndirsin. Amma istiqamət olaraq o arxayındır müəllimdən. Burada müəllimdən daha çox ailəyə məsuliyyət düşür. Çünki telefonla onu təmin edən, internetlə təmin edən faktor ailədir. Bilirsiniz, əvvəlki şagirdlər ailə və məktəbdə formalaşırdılar. Amma indi hər bir kəs səhər yuxudan oyanan kimi ilk etdiyi proses telefonuna baxmaqdır. Heç bir müəllim sinif otağına girəndə əlavə söhbətlər eləmir, hamı dərs keçir. Amma o nəticəni hamı ala bilirmi? Niyə? Ala bilmirik, çünki... Salam, hər birinizi xoş gördük. Edu Aspect with Aminat təhsil kanalında. Bugün qonağımız Layla xanımdır və bizim mövzumuz şagird davranışları. 10 il, 20 il bundan əvvəl şagirdlər necə idi? İndi onlar nə istəyirlər? Necə həvəsləndirək? Və bu fonda məktəb, müəllim və valideyn əməkdaşlığından danışırıq. Qonağımız Layla xanımdır. Layla xanım, əvvəlcə soruşmayacaqsınız. Yaxşıyam. Yaxşı seyirsiniz. Bəli. Deməli, Layla xanım, sizlə biz STEM festivalına bir 10 dəqiqəlik ayaqüstü danışdıq, söhbət elədik və düşündüm ki, yəni Layla xanım təkrar biz görüşməliyik və bizim auditoriyamızı tanımalıdır. Layla xanım, istəyirəm ki, başlamamışdan əvvəl özünüz haqqında qısa bir məlumat verin. Mən Layla Məmmədova, hal-hazırda Quba Fizika Riyaziyyat İnformatika və Təmayüllü Liseydə tərbiyə işləri üzrə müavin çalışıram. İstiqamətim pedaqogika və psixologiyadır. Pedaqogika və psixologiya. Amma siz sadəcə bu müəllim olaraq məktəbə gedib gəlməmisiniz də. Baxıram ki, çox şey eləmisiniz həmin bu illər ərzində. Yəni məktəbə gedib gəlib deməmisiniz ki, bəs mənim 20 illik təcrübəm var. O müddətdə çox iş görmüsünüz. İstəyirəm ki, bu gördüyünüz işlər haqqında biraz danışasınız. Bilirik ki, dövr dəyişilir. Bu dövrün dəyişməsinə əlaqəli hər bir şəxs öz üzərində çalışır. O baxımdan mən də dayanmadan çalışmışam və bugünkü o bəhrədir ki, baxırıq, görürük və fərqi hiss edirik. Pedaqoji fəaliyyətim kənd məktəbindən başlayıb ilk o istiliyi orada görmüşəm, amma təbii ki, şəhər təhsili ilə kənd təhsilinin müqayisəsini xeyli düşündükdən sonra nə edə bilərəm deyə düşünmüşəm şagirdlərimin həyatında. Bilirik ki, müəllimlər ailə qururlar, ana olurlar. Bunlar təbii ki, öz müddətini göstərib həyatında. Lakin o dirçəlişim hesab edirəm ki, 2014-cü ildən başladı. Mən dediyim kimi Qubada başladım fəaliyyətə. Orada da yəqin ki, bilirsiniz də, azsaylı xalqlar var. Bəli. Azsaylı xalqların da müxtəlif dilləri var. Nəyi müşahidə edirdim? Birinci sinifə gələn şagirdlərin müxtəlif dillərdə danışmağı, birinci sinifdə hamının eyni şərtlə birinci sinifə başlamamağını görürdüm. Azsaylı bu xalqlar dedi axı, dil məsələsi, hər kənddə bağça yoxdur, amma hər kənddə məktəb var. Onu dedi, biz danışarıq, biraz daha geniş müzakirə edərik, amma bir qeydlər götürmüşdü. Çox üzr istəyirəm Layla xanım, bu hissədə birdən qeyd vermək istəyirəm. Bu azsaylı xalqlar məsələsi indiyə kimi heç kim müzakirə eləməmişdi. Mən də bu azsaylı xalqların nümayəndəsi olaraq bir qeyd etmək istəyirəm burada. Bizdə məktəblərdə olur ki, uşaqlar ilk dəfə məktəbə gələndə evlərində, məsəl üçün mən ana dilində danışıldığına görə məktəbə başlayanda o dil anlaşılmaya bilir. Yəni hər kəs Azərbaycanla danışır, digər uşaq ya avar, ya lezgi, ya çaxur bu dillərdə danışa bilir və bu problem yaradır. Siz nəzərə alsanız ki, mühitə kənardan bir adam gəlib düşəndə o fərqi tez görür. Hər kəs eynidir və gözləri alışır və onu qəbul edirlər. Amma mən Bakıdan gəlib düşmüşdüm və görürdüm ki, uşaq birinci sinifdədir, müəllim dərsi keçir, amma sinifdə uşaqlarda eyni nəticə deyil. Söhbət birinci sinifdən gedir. Niyə eyni deyil? Ona görə ki, uşaq adi gəl, get sözünü çətinliklə qavrayır müəllimdən. Nədir bunun məqsədi? Çünki tat dilində danışırlar. Evdə ana, nənə, hamısı tat dilində danışırlar bir-birlərindən. Uşaq sinifə hələm adaptasiya ola bilmir və birdən-birə gəlir, başlayır dərs öyrənməyə. 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyində təhsil meneceri layihəsi başladı və oradan başladı yolum, belə deyək. 876 nəfərin iştirak elədiyi layihədə seçilən 14 nəfərdən biri oldum. İmtahanımız məntiq üzərindən getmişdi və o layihədə demək olar ki, həyatımda böyük yol açdım. Layihənin rəhbəri Emin Amrullayev idi, o zaman Təhsil İnstitutunun icraçı direktoru idi və o istiqamətdən, o komandadan inkişaf eləyərək o yola başladım. 2016-cı ildə Azərbaycanda icma əsaslı layihələr təqdim olundu və o layihələri çox gözəl şəkildə idarə eləməyə çalışdıq.
komanda olaraq. Nəzərə alın ki, ilk olaraq şimalda 2 rayon başlamışdı, Şabran və Quba. Deməli, hər məktəbdə yox, hər rayonda 2-3 məktəb olaraq başlanıldı, amma getdikcə sayı artdı və bu gün demək olar ki, hər bağçası olmayan kənddə icma əsaslı qruplar fəaliyyət göstərir və xeyli də öz müsbət nəticəsini göstərməkdədir. Orada bir məqam olmuşdu. 2016-cı ildə biz menecerlər yığışanda məlum oldu ki, o komandanın arasında bir magistr təhsili olmayan mənəm. Əslində magistratura təhsilinə qəbul olmuşam, imtahan verib 2007-ci ildə qəbul olmuşam. Sadəcə həmin o ili də ana oldum. Biraz səhlənkar yanaşdım o mövzulara və elə bir cavablarlı ayının 24-ü çıxmışdı, avqust ayının 4-ü ana olmuşdum. Yəni o qədər üst-üstə düşmüşdü ki, öncəliyim evladım olduğuna görə magistr təhsilim qaldı, yəni davam eləmədim. Və 2017-ci ildə qərar verdim ki, bunların hər kəsənin içində əgər bir mənəmsə magistr təhsili olmayan, yəni bunu niyə qalsın? Və istiqamətim sırf idarə etmə və təhsil yönü olduğuna görə təhsilin qiymətləndirilməsi və monitorinq ixtisasına qəbul oldum. Oranı prezident təqaüdü ilə bitirdim. Təbriklər. Təşəkkür edirəm və 2019-cu ildə artıq STEM Azərbaycanda inkişaf eləməyə başladı və Azərbaycandan gedən 50 müəllimdən biri oldum. İsrailə getmişsiniz. Bəli, İsrailə biz getdik, orada təcrübə proqramı öyrəndik və hal-hazırda şimal üzrə müəllimlərin təlimləndirilməsində peşəkar təlimçi olaraq fəaliyyət göstərirəm. Bundan əlavə 2021-ci ildə Quba STEM mərkəzi yaradıldı. 2024-cü ilin dekabr ayına qədər orada həmin mərkəzin koordinatoru olmuşam. İstiqamətim yəni bu yönlərdən gəlib. 2021-ci ildə doktoranturaya qəbul olmuşam Pedaqoji Universitetin müəllim hazırlığı və fəaliyyəti ixtisası. Yeri gəlmişkən mənim qəbul olduğum ilk il idi ki, o ixtisas fəaliyyətə başladı. Hətta yarı zarafat deyirdilər ki, ixtisasın ağ birçəyi olacaqsan. Belə yəni böyük zövqlə bildirmək istəyirəm ki, artıq ilkin müzakirəm keçirilib, doktorantura təhsilim hələ də davam eləməkdədir o mənada ki, müdafiəmi gözləyirəm. Xeyirlisi ilə bunu da bitirəcəm. Təbrik edirəm. Təhsil və inkişaf yolum bundan ibarətdir. Hal-hazırda nə iş görürsünüz? Hal-hazırda tərbiyə işləri üzrə müavin çalışıram. İşim şagirdlərləndir. Bizdə lisey biraz o yöndən maraqlıdır ki, yataqxana fəaliyyətimiz var. Şagirdlərlə asudə vaxtların orada təşkili var. Belə, yəni gördüyümüz işlər sırf vətənpərvərlik, təhsil, yeniliklik, dünya görüşünün artırılması, yaradıcılıq. Bir də görürsüz ki, hər şey proqramdan olmur. Spontan nəsə daxil olur həyatımıza. Məsələn, onların müzakirəsi, onlar haqqında fikirlərin söylənilməsi. Ümumiyyətlə çalışırıq ki, zamanla ayaqlaşmağa çalışırıq. Nə qədər alınır, nəticələrimiz danışırıq bu əriyə. Layla xanım, siz də belə məktəbə gedib gələ bilərdiniz də əslində yarım günlük. Niyə bu qədər üzərində işləmisiniz, əziyyət çəkmisiniz? Baxın, mən kənd məktəbindən təhsil meneceri layihəsinə gedəndə o zaman tam səmimi deyəcəm bunu. Bəlkə də indi eşidəndə özlərinə maraqlı gələcək məni tanıyanların. Amma sırf bura təlim almaq üçün gəlmişdim və mən bilmirdim ki, bunlar bizə iş verəcəklər. Yəni nazirlik bizə məsuliyyət verəcəyini yox. Mən bura sırf təlim alacağam, amma rəsmi qaydalarla alacağam deyə müraciət eləmişdim. Davamlı olaraq təlimlər almışam. Nəyə görə almışam, nəyə görə ehtiyac duymuşam? Çünki mən elə bilirəm, elə qəbul edirəm ki, təhsil davamlı olaraq getməlidir bir insan həyatında. İllah da əgər o şəxs birbaşa insanlarla işləyirsə. Məsələn, əgər biz əşyalarla çalışırıqsa, rəqəmlərlə işləyiriksə, bunlar ola bilər ki, bir müddət təhsilə ən azı bir il, 2 il ara verə bilərlər. Amma sırf insanlarla işləyiriksə, davamlı olaraq biz üzərimizdə çalışmalıyıq. Yəni bu ehtiyacdan davamlı olaraq təhsilə çıxmışam. Və günü bu günləri Təhsil Nazirliyinin elə bir layihəsi yoxdur ki, onda iştirak eləməyim. Hər birində iştirak eləmişəm. Düzdür, bəziləri elə olur ki, qazanıram, amma daha paralel başqa bir layihə qazanıram, seçim edə bilərəm. Amma davamlı olaraq üzərimdə çalışmışam. Nəyə görə? Bilirsiniz, bir sinifdə ən azı 20-25 şagird olur. Nəzərə alsanız ki, bir 20 dənə sinif olur məktəblərdə və hər şagirdin axtardığı hər hansı bir sual olur. Düzdür, biz Google deyilik də, insanıq, nəyisə bilməyə bilərik, amma ən azından istiqamət verə bilərik də.
hər kəsənin valideyni ali təhsilli deyil. Razısınızmı bununla? Əlbəttə ki. Yəni o ola bilər ki, övladına o istiqaməti verə bilməsin. Onu yaxşı bəsləsin, onu yaxşı tərbiyələndirsin. Amma istiqamət olaraq o arxayındır müəlliminə. Belə bir söz də var, deyir ki, öz övladını etibar edə biləcəyin ikinci şəxs müəllimdir də. Həqiqətən diqqət eləsək, səhər-səhər hər kəs uşağını aparır, rahatlıqla məktəbə ötürür və öz işlərinə məşğul olur. O baxımdan, yəni o məsuliyyətdən dolayı ki, biz bu uşaqlarla işləyirik, bu uşaqların məsuliyyəti var üzərimizdə. Daha düzgün hədəfə çatmaqdan ötürü tövsiyələrimizi, ən azından istiqamətlərimizi verə bilərik. Düzdür, bacarıq insanın yaradıcılığından asılıdır. Yəni biz hamını eyni rəndələyə bilmirik. Amma ən azından istiqamət, işıq verə bilirik ki, yəni onun dalınca gedə bilsinlər. Mən 3 qrant müsabiqənin qalibiyəm. Yəni hərəsinin də fərqli mövzularda olub. Artıq bu təhsilimin artırılması ilə, dissertasiya işimlə əlaqəli bir müddət ara vermişəm, düzdür. Amma yenə də layihələr var. Məsələn, elə bu vaxta qədər özüm üzərində bilirsiniz də qrant layihələr heç də asan bir yol deyil. İstər prosesin icrası, istər layihənin hazırlanması. Təklif olaraq amma rəfiqələrimə, həmkarlarıma verirəm. Yəni buyurun, yəni bu istiqamətdən getsəniz uğurlu ola bilərsiniz. Uğur qazananlarımız da var. Amma sırf dissertasiyamla bağlı hələ ki 3 ildir qrant layihə vermirəm. İnşallah növbəti illərdə düşünürəm ki, olacaq. Məsələn, ən son qazandığım layihə bir müəllimin manifesti oldu. ADA Universitetinin, bilirsiniz ki, onlar magistr proqramını keçirlər həmən layihədə. Təhsilin idarə olunmasıdır və Azərbaycan Respublikası Təhsil İnstitutu ilə birgə əməkdaşlıqları var. Hər layihədən, hər təhsildən qazandığım müəyyən bir toxunuşlar var ki, onların istər tədrisin təşkilində, istər dərsin təşkilində onlar şagirdlərə yansıyır, kollektivə yansıyır. Çünki hər birimiz daşıyıcıyıq da, hər birimiz ötürücüyük və düşünürəm ki, mənə bir qatqıları olub. Bir şey xüsusilə vurğulamaq istəyirəm. Bir var, universiteti bitirirsiniz, bakalavr diplomu ilə gəlirsiniz və deyirsiniz ki, mən bu ixtisas üzrə müəlliməm. Onu qəbul edirsiniz. Bir də var ki, insanın canında müəllim nə deməkdir? Öyrətmək deməkdir. Əgər öyrətmək hissin varsa, sən davamlı olaraq axtarışda olub öyrətməyə can atacaqsansa, hardansa maraqlı nəsə bir şeyləri cəlb olunursan ki, mən bunu öyrənim ki, öyrədim. Doğrudur. Bir də bu nəyə görə istədim ki, sadalayasınız bir bütün layihələri və iştirak etdiyiniz bütün belə təlimləri və s. Çünki bəzən məlumatımız olmadığına görə müəllimlər xoşuna bilmir. Həm də adlarını saymaqda məqsədimiz o idi ki, yəni xəbərləri olsun, bütün müəllimlər də bunlardan faydalana bilər. Nailə xanım, artıq 20 ildir belə deyək, müəllim olaraq təhsil işindəsiz və 20 ildən əvvəl də özünüzün də bir şagirdlik dönəminiz olub, belə deyək. Niyə fərqləndirir indiki sinifdəki şagirdləri əvvəlki şagirdlərdən, müasir şagirdləri? Əvvəlki şagirdlərlə indiki şagirdlərin ən böyük fərqi zamandır. Adından da göründüyü kimi, bir var deyirik əvvəl, yəni bizim öz dövrümüz olsun. İndi hər şey sürətlənib. Ümumiyyətlə dövr inkişaf edib, texnologiya inkişaf edib, insanlar özləri fərqli yöndən inkişaf edib. Baxın, süni intellekt dövründəyik, yəni ən azından bu qədər inkişafa gəlib çıxmışıqsa, primitiv bir misal çəkəcəm. Biz o vaxtda Sehirli xalata baxırdıq, orada məktəbliləri görüşdürmə anı var. Biz ona kino kimi baxırdıq, amma uşaq olanda necə maraqlıydı, necə xəyallar qururduq. Xəyal gücümüz güclü idi bizim. Cümlə qurmaq, kitab oxumaq, məsələn, yadınıza gəlirsə, inşa yazdırırdı müəllimlər. İndi onun adını esse olaraq qoymuşuq. Amma biz onu oturub düşünürdük, axtarırdıq, insanlardan soruşurduq. Məsələn, ailədə nənədən, mamadan, atadan. Məsələn, Novruz bayramı haqqında inşa yazanda gəlirdik ki, nənə, neynirlər, düzdürmü? Amma indi istənilən şagird bunu süni intellektlə bir anın içində mənə Novruz bayramı haqqında esse yaz cümləsini qurmaqla bir mətn əldə edə bilirsə, yəni fərq artıq ortadadır. Bu əvvəlki dönəmin şagirdləri, indiki dönəmin şagirdləri. Bəs davranışsal olaraq, belə deyək, bu davranışa keçməyim, belə burada qalım. Keçə də bilərsiniz, heç bir yox, hələ ki burada qalmaq istəyirəm. Biz müəllim olaraq hər şey əllərində olan bu şagirdlərin
həvəslərini necə dərsə, məsəl üçün mən ona kitab verirəm, bu təbii ki, ona sıxıcı gələcək, ona daha maraqlı, çoxlu vaxtını daha maraqlı keçirə biləcək çox şey var da. Biz onların marağını dərsə necə cəlb edərik? Məsəl üçün telefonları qadağan etmək sinifdə bu bir həll yoludumu? İnterneti qadağan etmək həll yoludumu? Nədir həll yolu? Burada müəllim nə etməlidir? Burada müəllimdən daha çox ailəyə məsuliyyət düşür. Çünki telefonla onu təmin edən, internetlə təmin edən faktor alət, məktəb deyil və müəllim deyil. Verməyəkmi? Verməyək. Qadağa qoymaq, mən təcrübəmə əsaslanıb deyirəm və bu qədər təhsil yolu gəldiyim üçün öz təcrübəmə əsaslanıb fikrimi bildirəcəm ki, qadağa qoymaq çıxış yolu deyil. Biz istər internetdə axtarışı, istər telefondan istifadənin üslubunu öyrətməliyik. Bu sənin üçündür, sənə xidmət etmək üçün yaradılıb, amma nəzərə al ki, sən bunu şüurlu idarə etməlisən. Baxın, biz onlara bu texnologiyanı necə ağıllı idarə edə bilərəmi öyrədən zaman artıq daha güclü olacaq. Aydındır. Deməli, bu evdə valideynin üzərinə düşür, belə deyək, düzgün qaydada istifadəsi. Bəs müəllim metodlarında nəyi dəyişməlidir? Nə etməlidir? Məsəl üçün, bəzən müəllimlərdən eşidirəm, xüsusən də əvvəlki dövrün müəllimlərdən, yəni çox böyük hörmətlər, sizi qınamırıq qəti şəkildə. Çünki əvvəlki dövrün tələbi o idi ki, sən universiteti bitirdin, o bilgi sənə kifayət eləyirdi. Sən 20 ildə müəllim olaraq davam edə bilirdin, 40 ildə. Bunu qınayan bir yerdən demirik. Biz bunu daha çox indiki dövr sadəcə dəyişdiyinə görə müəllimlərin də bu dövrə uyğunlaşma bir belə deyək, tələbi yaranıb. Biz deyəndə ki, bəs uşaqlar oxumur, bu həll yolu deyil də. Biz nəsə eləməliyik ki, uşaqlar oxusun düzdür. Bir neçə bir nümunə, ya nəsə deyə bilərsiniz. Müəllim neyniyəndə onun diqqətini çəkə bilər, şagirdin diqqətini sinifdə məsələn? Baxın, mən izah edirəm ki, telefon və internetlə təminat valideynin üzərinə düşür. Amma onunla rəftarı artıq həm məktəb müəllim, həm ailə valideynlər paralel aparmalıdır. Burada biz gəlirik əməkdaşlığa. İndi gəlin belə bir sual verim. Əməkdaşlıq nə qədərdirsə bu mövzuda şagird və yaxud evladın da fəaliyyəti o qədərdir. Əgər biz məsələn bunu oturub ümumi danışsaq, bu doğru bir çıxış yolu olmayacaq. Amma fərdi şəkildə götürsək ki, bu A adlı adamın gəlin valideyninin məktəbə münasibətinə baxaq və eyni zamanda məktəbin valideynlər əməkdaşlığına baxaq. Baxın, o uşaqlar parlayırlar. Nə qədər sağlam mühitdirsə, o qədər də sağlam təfəkkürlü nəticə ortalığa qoymaq olur. Amma belə ümumi yanaşsaq, ümumi təəssüf hissi ilə bildirəcəm ki, son zamanlar baş verənlər də yəqin ki, izləyirsiniz. Bunun dərinliyinə çox varmaq istəmirəm. Amma nəticə budur. Baxın, bir şeyə xüsusilə misal çəkmək istəyirəm. Heç bir müəllim sinif otağına girəndə əlavə söhbətlər eləmir. Hamı dərs keçir. Amma nəticəni hamı ala bilirmi? Niyə? Ala bilmirik. Çünki valideynlə əməkdaşlıq o yerdədir. Amma hansı valideynin ki, istər təkcə telefon deyil mövzu. Valideynin diqqəti, valideynin evladına olan münasibəti, daha doğrusu təsir etmə münasibəti nə qədərdirsə, bax, bizim verə biləcəyimiz nəticə o qədərdir. Məsələn, müəllim nə etməlidir ki, uşağı, şagirdi daha çox cəlb edə bilsin tədrisə? Məsələn, az əvvəl dediniz ki, o telefon, rənglər, işıqlar. Son dövrün şagirdləri sürətə çox meylləniblər. Bu da texnologiyanın Bu bilirsiniz, əvvəlki şagirdlər ailə və məktəbdə formalaşırdılar. Amma indi hər bir kəs sən yuxudan oyanan kimi ilk etdiyi proses telefonuna baxmaqdır. İndi həm də telefonda formalaşır, belə deyək, bir virtual aləmdə formalaşır. Bəli, artıq indiki şagirdlər artıq 3 təsirdədirlər. Məktəb, valideyn və virtual dünya. Bax, o üçlüyü biz əgər əməkdaşlıq edib o virtual dünyalarına nəzarətsiz buraxırıqsa, o zaman o şagirdi itiririk. Əgər yox, nəzarətimiz üzrə. Uşinskinin bir sözü xatırlayıram. Deyir, övlada, şagirdə təsir, eyni maşında, sükanda ancaq evladın oturur və özünü sükanın arxasında daha hakim hiss edir və elə bilir ki, o idarə edir maşını. Və nəzarətli valideyn isə həmən maşının arxa tərəfində əyləşib, davamlı olaraq evladını nəzarətdə saxlayır. Amma evlad onun fərqinə varmır ki, valideyn deyir də, məsələn, burada saxla, 3 kilometrdən sonra sağa dön. Məsələn, bunu valideyn deyir. Amma o sükan əlindədir, yəni o elə bilir ki, maşına sürür də, yəni hər şey eləyir.
həyat yolu elədi. Yəni o elə bilir ki, həyatını özü idarə edir, seçimlərini özü edir. İllər əvvəl deməsinə baxmayaraq Uşinskinin bu misalı düşünürəm ki, hələ də aktualdır. Məsələn, əvvəlki dövrdən indiki dövr olmasına baxmayaraq hələ də aktualdır. Son dövrlərdəki məsələni dediniz ümumiyyətlə və indi bizdə texnologiya olduğuna görə bizim daha çox xəbərimiz olur ki, bu baş verən cinayətlərdən, uşaq cinayətləri və s. və ilaxır və yəni tüklərimiz ürpərir. Bəli. Və bu podkastlarda da və digər müəllimlərin danışarkən də həmişə vurğuladığım bir məsələ var ki, biz necə bir cəmiyyət istəyirik və biz necə bir övlad, necə bir şagird, vətəndaş yetişdirməyə çalışırıq. Bu baxımdan sualımı verəcəm. Davranışsal olaraq bizim hal-hazırki şagirdlərimizin davranışlarında problem olaraq gördüyünüz nələr var? Məsəl üçün sizə təhlükəli gələ biləcək nələr var? Aqressiya. Aqressiya. Aqressiya daha çox. Birinci əgər deyə biləcəyim bir şey varsa aqressiya, kobudluq. Yəni bunun üzərində çalışmaq da təbii ki, fərdilik istəyir. Yəni biz həmən şagirdə fərdi yanaşırıq. Bilirsiniz, şagird etibar edirsə onu müəllimi ilə paylaşır. Bu baxımdan deyək ki, öz üzərimə şanslıyam. Məsələn, çox rahat şəkildə şagirdim nəyisə etiraf edə bilir, anlaşırıq. Amma bu təkcə məndən ibarət deyil axı. Mən məktəbdə biologiyanı tədris edirəm. Mənim ilk təhsilim biologiya olub. Daha sonra psixologiyaya gəlmişəm. Əgər şagird müəlliminə inanırsa, etimad edirsə, ola bilər ki, yeniyetməlik dövründə müəyyən bir zaman olur ki, övlad evdən hər kəsəndən bir də görürsünüz ki, qopa bilir. Əgər həmin o mühitdə məktəbində doğmalıq axtarır, o müəllimini tapırsa, bütün müəllimlər elə bilirəm şagirdlərini sevir. Yəni mən elə bilirəm və işlədiyim mühitdə də onu kənar bir müşahidə edirəm və həqiqətən hər şagirdin isindiyi bir müəllim varsa, bu artıq mənim üçün xoş bir mühitdir. Yəni onu qura bilmişiksə, davamlı olaraq iclaslarda da rəhbərlik olaraq bildiririk bunu. Bilirsiniz, insan emosional varlıqdır da, deyilmi? Yəni hər şey qaydalar, dərs, amma bir soruşanda ki, bala necəsən? Səni nəsə narahat görürəm. Bir gün demir, 3 gün demir, amma axır başa düşür ki, bununla kimsə maraqlanır və o gəlir bu barədə danışır. Danışanda bilirsiniz ki, sosial faktorlar çox təsir edir indiki gənc bu şagirdlərə. Mən sizə danışıram yeniyetmələrdən. Məsələn, özünü davamlı olaraq qohum həmyaşıdları ilə müqayisə eləmək. Filan marka, məsələn, telefondan filan kəs işlədir. Məsələn, atam aldı qardaşıma, mən almadım. Niyə məsələn filan kəsim ondan işlədir, mənim üçün niyə etmirlər? Amma onunla izah edib danışanda ki, tutalım, filan ailənin maddi gəlirləri bu qədərdir, amma sizdə bu qədərdir. Bax, buna uyğun olaraq sən bir bunu nəzərə alsan, əslində valideyn, bilirsiniz, şagird də izah edəndə ki, hər bir ana, hər bir ata istəyir ki, dünyada olan, fikir verin, dünyada olan ən yaxşı şey onun evladında olsun. Yəni bunu hər bir valideyn arzulayır. Amma bunu kimsə təmin edir, kimi təmin edə bilmir. Bu maddi rifaha gəlib çıxır. Amma emosional olaraq izah edə biləndə ki, evladına ki, məsələn, mən bunu sənin üçün edəcəm, amma bir müddət gözlə ki, mən digərini edim, digər ehtiyacımızı ödəyirik. Düşünürəm ki, evlad onu başa düşəcək. Amma deyəndə ki, ona kobud davrananda ki, bu sənə nəyvə yaraşır? Bax, belə... Çox ağır bir cümlə deyil. Bu sənin nəyvə yaraşır? Yəni, şagird ondan küsürüncəyir. Və o fikirləşir ki, ümumiyyətlə, oxumaq onun nəyinə yaraşır? Yəni, bir aşağılanma var da, bir cümlə içində bir əzmək var. O qədər elə şagirdlərimiz olur ki, məsələn, dünənlərə əlaqəsi olmayan, dünən kitab bağışlanma günüdür. Dünən bir şagirdi mənə kitab bağışlayıb. 14 ildir məktəbi bitirib. Mən həqiqətən ondan təsirləndim. Çox təsirləndim. Çünki orada elə bir cümlələr yazmışdı ki, yəni hər dəfə o kitabı açanda düz o cümlələri oxuyacağam. Amma sevindim ki, mənim unutduğum bir mövzunu şagird həyatına daxil edib və bu yönləri artıq elə bir mövqedə, elə bir rifahdadır ki, onu sırf nə yaxşı ki, sizi rastıma çıxartıb Allah, nə yaxşı ki, mən sizinlə görüşdüm və bugünkü mənəm deyib, mənə o, belə deyək, kitabı hədiyyə göndərib. Bilirsiniz, mövzu kitab deyil. Mövzu burada mən o kitabı alanda emosional bağlılıqdır, yanaşmadır. Məsələn, baxın, zaman keçir, məncə sizin özünüzün də yadında qalan müəlliminiz var. Əlbəttə çoxdur. Mənim məsəl üçün çox müəllim kömək edib, belə deyim ki, çoxlu yaxşı müəllimlərim oldu. Mən də hər zaman nəsə məktəb barədə öz şagirdlik dönəmimi xatırlayanda müəllimlərimin hər birini, yəni o qədər böyük sevgi ilə xatırlayıram ki,
Yəni onlar düşünürəm ki, mənim həyatımda, təhsil yönümündə çox önəmli rol oynayıblar. Yəni mən də sevirəm müəllimləri. Bəlkə də müəllimlərimi sevdiyim üçün bu gün şagirdlərim ola bilər ki, mən hamıya biologiya öyrətməyə bilərəm. Niyə? Çünki maraq var da. Yəni hər bir kimi riyaziyyat yönümlü olur, kimi humanitar yönümlü olur, kimi təbiət yönümlü olur. Baxın, biz hamımız şagirdlərə sinifə girib dərs tədris edirik, deyilmi? Hər kəs öz yönünə uyğun olaraq qəbul etmə forması var. Etiraf eləyəcəm burdan. Ümid edirəm ki, bu biraz yadda qalan olar. Məsələn, elə şagirdlərim olub ki, biologiyanı orta səviyyədə oxuyublar. Orta səviyyə. Amma o qədər davranışlarında, məsuliyyətlərində belə nəzərə çarpan şagirdlər olublar ki, bilirəm ki, bu uşaq birinci qrupun uşağıdır. Yəni mən ona o düzdür, bir sual veririk də, qiymətləndirmə edirik, doğrudurmu? Məsələn, həmin o suallarda onu nəzərə almışam. Baxmayaraq ki, o orta səviyyədə bilir, amma mənim ona qiymətləndirməm əla olub. Niyə? Ona görə ki, bu şagird çox məsuliyyətlidir, davranışları qaydasındadır. Eyni zamanda da bu proqramist deyirik də, IT deyirik, o istiqamətdə gedəcək, amma ən azından attestatını açıb baxanda yaddaşında xoş qalacaq. Bir də mən sizə bir şey etiraf eləmək istəyirəm. Həyatda ən gözəl qiymət, adətən müəllimlər qiymətləndirən olurlar, amma ən gözəl qiymət şagirdin müəlliminə verdiyi qiymətdir. Eyni zamanda evladın valideynlərinə verdiyi qiymətdir. Mükafatlandırma olaraq verilən bir şey. Onların meyar olaraq, məsələn, onların xatirələri, onların sözləri artıq daha səmimi və daha gerçək qiymətləndirmədir. Bəs bəlkə də böyük ehtimal buna görə bu uzun illər çox çətin bir sahədir dəstə müəllimlik olmağına rəğmən o sözlərə, o şeylərə görə müəllimlər davam edə biliblər, belə deyim, ayaqda qala biliblər. İş çətin olsa da, axı bu bir mükafat alırıq uşaqlardan şey olaraq, həyatlarını dəyişiklik bir mükafat da bizim üçün nəsə vermələrindən söhbət getmir. Və ya da ki, həyatların yaxşıya doğru dəyişməsini görmək bizim özümüz üçün bir mükafat gəlir, nə qəşəng oldu. Və bu insana motivasiya verir ki, içində daha çox çalışasan, daha... Sırf bu sözünüzdən dolayı deyəcəm ki, digər sahələrdən iş təklifləri alıram. Günü bugün də alıram. Amma məktəbdən qopmamaq üçün bəlkə də mənim motivasiyam mənim şagirdlərimdir. Bir fərq yarada bilirsiniz, belə bir dəyər yarada bilirsiniz. Məsələ dərsin tədris olunması deyil. Məsələn, bu günləri elə sosial şəbəkələrdən də izləyə bilərsiniz. Mən 50 deməyəcəm, 55 plus deyəcəm. 55 üstü bal yığan. Nə qədər müəllim görürük ki, əslində akademik savadlılığı çatır ona, lakin sinifin idarə olunması məsələsində eyni zamanda şagirdlərlə emosional balansı qurmaqda nə qədər əziyyət çəkir. Hətta elə müəllimlər də, yəqin ki, siz də tanıyırsınız, qazanır, işləyir, ikinci il anlayır ki, müəllimlik buna görə deyil. Fikir verin, ehtiyacdan dolayı yox, müəllimliyi bitirmişəm yox, işini elə orada da qoyub uzaqlaşan şəxslər var. Ki, nə xoş onlara da, şagirdlərə də ki, bilir ki, müəllimlik deyil. Bu insanlara həqiqətən mən hörmət edirəm, o mənada ki, onlar anlayırlar ki, bir şagirdin həyatında sadəcə dərsi tədris edən olacaqlarsa, onu hal-hazırda bilirik ki, indi son zamanlar süni intellekt gəlir məktəblərə ki, bunun da yaxşı tərəfləri odur ki, müəyyən mənada tədrisin belə deyək sürətlənməsi eyni zamanda peşəkarlaşmağına xidmət edəcək, düzgün qurularsa sistem. Ya bir müəllim əgər içəri girib o robot kimi ancaq dərsini tədris edib, mən öz məsuliyyətimi bitirdim deyib gedəcəksə, elə ondansa öz istədiyi sahəsində yönəlib, daha yaxşı, belə deyək də, o emosional duyğularını hara ötürə biləcəksə, orada fəaliyyət göstərməyə daha uyğun olur. Layla xanım, biz məncə sizlə çox faydalı bir müzakirə elədik və artıq müzakirəmizin sonuna doğru yaxınlaşırıq. Mən sizdən bu sualı vermək istəyirəm. Biz müəllimin rolundan danışdıq, valideynin rolundan da azdan çoxdan danışdıq. Bəs məktəb müəssisi olaraq bu şagirdlərin həm davranışlarının düzgün yönləndirilməsi istiqamətində, həm onların dərsə fokuslarının daha çox olması istiqamətində nə işlər görə bilərik? Məktəb ümumiyyətlə bir obyektdir, yəni tam olaraq prosesi görən, yenə də gəlirik müəllim və valideyn əməkdaşlığına. Əvvəl dediyim kimi sağlam qurulmalıdır. Müəllimlərə xüsusilə nəyi tövsiyə edirəm? Sualı verənkən uşaqlara, şagirdlərə yaradıcılığa daha çox üstün versinlər. Məsələn, bu hekayənin sonunu necə tamamlayardın?
sənin fikirlərin nədir? Yəni yaradıcılığa meyləndirsinlər ki, şagirdlərdə bir kitabdan əlavə, dərslikdən əlavə bir axtarış yaratmağa çalışdıqca maraqlı, bilirsiniz, dərsini, fənnini peşəkar bilən müəllim ona mütləq bir rəng qatır. Mən çox izləyirəm, xüsusən Facebook üzərindən. Bizim o qədər yaradıcı müəllimlərimiz var ki, hətta ixtisas uyğunluğu olanların birinin işini digərinə yönləndirirəm ki, bax bundan faydalanmaq olar deyə. Məsələn, ancaq bu ibtidai sinif müəllimləri arasında. Məsələn, ara-sıra qarşıma çıxır humanitar fənlərdən daha çox çıxır. Amma ara-sıra qarşıma təbiət fənlərindən çıxanda, məsələn, onları bir belə deyək də, bilirsiniz, gör-götür dünyasıdır. Buna açıq olmaq lazımdır. Əlbəttə ki. Yaxşı bir hərəkətləri görürüksə, yaxşı nümunələri görürüksə, bunu təqdir etməliyik. Valideynlərə mənim xüsusi, məsələn, mən həm də valideynəm, bunu çox rahat şəkildə deyə bilərəm. Mütləq şəkildə məktəbdən evə gələn evladım olur da, elə bir yaş dönəmindədir ki, razılaşmır. Müəllimi haqqında nəsə mənfi rəy bildirir. Dərhal şagirdə qoşulub, evladına qoşulub, məktəbi müəllimi pisləmək olmaz. Ən böyük təzad nə zaman yaranır? Valideyn məktəbə müdafiə rolunda gəlirsə. Hücumla gəlir də bir növ. Bilirsiniz, hücumla gəlirlər, evladını müdafiə ilə gəlirlər. Məsələn, bir müəllimə gəlib müraciət edib demək ki, mənim evladım tutalım bu fəndən, hər hansı bir fəndən nəticəsi zəifdir. Biz nə edə bilərik ki, onu, mən bilirəm ki, mənim evladım bundan zəifdir. Və yaxud çalışır, amma sizi qane eləmir. Biz nə edə bilərik? Mənə nə tövsiyə edirsiniz ki, gedim evladımdan bu istiqamət üzərindən işləyim? Yəni bir sualı vermək, inanın, o müəllimin ürəyi o qədər belə yumşalacaq, o qədər çiçək açacaq ki, o gecə yatanda da fikirləşəcək ki, mən filan şagirdə necə yanaşım ki, onun valideyni belə bir söz dedi. Yəni o şagirdi gecə beyninə belə qədər daşıyacaq. Yəni ən azından o sözün hikməti deyilən bir anlayış var da. Yəni yoxsa ki, mənim uşağım elə oxuyur, mənim uşağım çalışır, sən niyə mənim uşağımın üçün? Baxın, mən buradan valideynlərin hamısını bildirirəm ki, heç bir müəllim hansısa bir uşağın qiymətini qiymətləndirəndə başqasının qiymətindən kəsib digərinə vermir. Bütün ballar hər bir şagird üçün eyni paylanılır və heç kim də istəmir ki, öz nəticəsini aşağı göstərsin. Yəni, əgər sinifdə sizin 1-2 evladınız əgər zəif nəticə göstərirsə, o müəllim üçün daha çox nəticə deməkdir. İzah edə bilirəm. Yəni, hər kəs öz işinə şaddırsa, heç bir müəllim qərəzli deyil ki, şagirdə qiymətini aşağı yazsın. Amma dərsini keçirsə və nəticə əldə olunursa, burada müəllimi günahkar, tədrisi günahkar, məktəbi günahkar, hətta elə valideynlər var ki, məktəbdə müəyyən bir fənnə görə narazılığı varsa, rayon təhsil şöbəsinə qədər, qaynar xəttə qədər yəni yazırlar. Hansı ki, o nə nəticə verir o mənada ki, axı, uşaqla çalışmaq lazımdır. Yəni, bu qədər məsul şəxsləri cəlb edirlər, amma nəticə etibarilə soruşursan ki, özün bir həftə evladlığın gündəliyinə baxmısanmı il ərzində? Deyir, mənim vaxtım yoxdur. Nəzarət məsələsi bax, artıq burada qabarır. Mənə çox vacib bir məqam qeyd edəsiz burada. Lalə xanım, təşəkkür edirəm gəldiyinizə görə, vaxt ayırdığınıza görə və ümid edirəm ki, bilirəm ki, çox faydalı bir podkastdır. Axıra kimi qulaq asın, paylaşın. Bu qədər. Bugünlük, hələlik növbəti görüşlərdə, növbəti epizodlarda görüşənə qədər. Təşəkkür edirəm. Çox təşəkkür edirəm. Sağ olun. Sağ olun.